Son günlər Rusiya teleməkanında Azərbaycana qarşı silsilə təxribatlar törədilib. Artıq Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Global Info-az xəbər verir ki, 7 avqust tarixində Rusiyanın Sputnik radiosunda Azərbaycan rəhbərliyinin Rusiyanın terrorçu və ekstremistlər siyahısına daxil edilməsi təklif edilib. 9 avqust tarixində YouTube platformasında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təxribatçı fikirlər yer alıb. 13 avqustda isə Çastota Panimaniya layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqımıza və ölkəmizin rəhbərliyinə qarşı ifadələr səsləndirilib. Elə həmin gün, yəni 13 avqustda Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhv etmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlərlə terrorçuluğa açıq çağırışlar edilib. 16 avqust tarixində isə Spas telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu material yayımlanıb. Qeyd edilən tarixlərdə həmin efir məkanında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlar olub. Məlumat üçün bildirək ki, artıq Azərbaycan Baş Prokurorluğu sözügedən faktlarla bağlı cinayət işi üzrə ibtidai istintaq başladıb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.